Amerika Birləşmiş Ştatlarının Virginia ştatında fəaliyyət göstərən qabaqcıl ali təhsil ocaqlarından olan George Mason Universiteti bugün Amerika-Azərbaycan gənclərinin ikinci forumuna ev sahibliyi edir. Amerika Birləşmiş Ştatlarının 23 müxtəlif şəhər və ştatında fəaliyyət göstərən 37 ali təhsil ocağında təhsil alan Azərbaycanlı gənclər bugün bura toplaşıblar. Gələcəyin liderliyi üçün gəncləri birləşdir başlığı ilə keçirilən bu görüşdə Azərbaycanlı gənclərin şəbəkələşməsi, öz fikir və düşüncələrini, ideyalarını, eləcə də planlarını bir-biri ilə bölüşməsi, eləcə də Uzaq Amerikada birlik içində hərəkət etməsi forumun əsas qayəsidir. Məqsədimiz bütün gəncləri bir arada toplamaqdır. Amerikada indi hal-hazırda hər bir ştatda yetəri qədər Azərbaycanlı var, yaşayır, oxuyur və onların arasında bir kommunikasiya qurmaq, yəni əlaqələndirmək bizi üçün çox əsas nəticələrimizdən biri ola bilər. Bu forumada ümidlərimiz çoxdur. Gələcəkdə bunları biz kampus düşərgə halına gətirmək istəyirik. 15 il, 20 il öncədə köçən insanların o şansı olmayıb. Amma indi gənclərimizə şans həm dövlətimizdən, həm burada olan insanlarımızdan tam dəstək var. Mən Nigar İbrahimova, Azərbaycan evinin vitse-prezidentiyəm və bu il bu Gənclər Forumunun ikincisinin Azərbaycan evinin həm təsisçi kimi çıxış etməsindən çox böyük məmnunluq duyuruq. Gəncləri burada toplamaqda, onlara ötürmək istədiyimiz mesaj budur ki, həmrəy olur. Azərbaycan evi bugün çox dəyərli komanda ilə işləyir. Azərbaycandan köçüb gələn, öz işini çox yaxşı bilən insanlar cəmləşir ətrafımıza. Hər tədbirdə bir imzadır və o imzaya görə digər tədbirlərə həm audiens qoşulur, auditoriya həm təşkilati komanda qoşulur, ona görə o imzaya xüsusi önəm veririk. Mən Cəfər Cəfərov, Georgia Ştat Universitetində doktorantura tələbəsiyəm. İqtisadiyyat ixtisası üzrə doktorantura üzrə təhsil alıram. Eyni zamanda universitetdə müəllim kimi çalışıram. 2021-ci ildə Azərbaycanda keçirilən ilk yüksəliş müsabiqəsinin qaliblərindən biriyəm. Bugün isə George Mason Universitetindəyik. Hər ştatın içində tələbə orqanizasiyaları var, özümüzün diaspora qurumları var. Lakin bunlar çox vaxt lokal xarakter daşıyır və bizim lokal tələbləri qarşılayır, öz suallarımıza cavab verir. Lakin bəzən national, yəni milli səviyyəyə çıxmaq lazımdır. Onun üçün bu kimi tədbirlərin təşkilatı çox əhəmiyyətlidir. Mən Əkbərli Fəridə 4 il əvvəl Amerikaya köçmüşəm. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr bitirdikdən sonra University of Tulsa'ya magistr dərəcəmi almaq üçün gəlmişəm. 2 il əvvəl magistr dərəcəmi də aldıqdan sonra video şirkətində data analitik olaraq çalışıram. Ümidim odur ki, belə forumlar, belə tədbirlər daha çox təşkil ediləcək və bizim Azərbaycanı Amerikada daha çox tanıdacaq. Bu bizim üçün çox sevindirici bir haldır. Çünki Azərbaycandan kənarda bu qədər uğur qazanmış bir gənclərlə bir otaqda olmaq, onların uğurlarına şahid olmaq və onların təcrübələrindən yararlanmaq çox gözəl bir hissdir. Mən buradan əsas öyrəndiyim bir şey odur ki, bizim burada olan diasporamızı daha da gücləndirməliyik, burada olan cəmiyyətimizi daha da gücləndirməliyik. Mən Murad Teymurov, bakalavr təhsilimi ilk öncə Azərbaycan Dövlət İqtisad Universitetinin sabaq qruplarında almışam. 2018-ci ildə universitetdən məzun olduqdan sonra ilk magistratura təhsilimi Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasında başladım və 2021-ci ildə fərqlənməklə bitirdim Prezident yanında İdarəçiliyi Akademiyasını. Ondan sonra isə fikirləşdim ki, xaricə getmək və biliklərimi, bacarıqlarımı daha artırmaq üçün mənə bir vacib bir məsələdir və bu səbəbdən İtaliyanın Sapienza Universitetində ikinci magistraturaya başladım və Sapienza Universitetini bitirdikdən sonra və Sapienza Universitetində olduğum dövrdə müxtəlif exchange proqramları və s. yararlanmağı bacardım. Çexiya Respublikası, Rumıniya və s. digər ölkələrdə universitet vasitəsilə Azərbaycan, həmçinin də Sapienza Universitetini təmsil etdim. Həmçinin Prezident İdarəçiliyi Akademiyasında İqtisadi Elmlər
elmləri üzrə PhD təhsilimi də bitirmişəm və bu müəyyən qədər təhsil aldıqdan sonra artıq qərara gəldim ki, Amerika Birləşmiş Ştatlarında növbəti magistratura təhsili alım. Çünki public policy üzrə Amerika Birləşmiş Ştatları daha məşhur, daha elit universitetləri var və mən Chicago Universitetini seçdim və hal-hazırda public policy üzrə University of Chicago'da həm təhsil alıram, həm researcher, həmçinin də teaching assistant kimi fəaliyyət göstərirəm. Belə tədbirlərin keçirilməsi Azərbaycan gəncləri üçün mənim fikrimcə çox böyük əhəmiyyəti var. Həm networking üçün, həm bir-birimizi tanımaq üçün və həmçinin şəbəkələşməyə yeni qapılar aça bilər və yeni imkanlar yarada bilər. Mənim adım Ayladır. Harvard Universitetinin 3-cü kursunda oxuyuram və Dövlət və İqtisadiyyat fakültəsində oxuyuram. Bugün foruma gəldiyimə çox şad oldum. Müxtəlif treninqlər keçdi, şəbəkələşdik. Buradakı Azərbaycanlılarla ünsiyyətdə olmağa çox şad oldum. Birlikdə vətənimizi təmsil etmək və dəyərlərimizi burada da tanıtmağa çox ümid eləyirəm. Tək əldən səs çıxmaz. Bir yerdə işləsək, gələcəyi birlikdə qursaq, gələcəyimiz daha da parlaq olacaq və hər şey daha da gözəl olacaq. Mən Məmmədova Qəndab, Harvard Universitetində 1-ci kursu bitirmiş Azərbaycanlı tələbəyəm və Harvard Universitetində fizika və astrofizika təhsili alıram. İndi hal-hazırda yenə çox tələbələrlə görüşdüm və eyni zamanda çoxlu insanlarla tanış oldum və düşünürəm ki, onların da dəstəyi, yəni həqiqətən də çox böyük bir rol oynayacaq Azərbaycanı Harvardda olan belə deyək, digər xaricdən gəlmiş tələbələrə, professorlara və Harvardın ümumiyyətlə fakültəsinə tanıtmağa. Və şadam ki, indi hal-hazırda bu gözəl tədbirin bir parçasıyam. Bu proqramda ən çox diqqətimi cəlb edən şeylərdən biri tələbələrin özünü ifadə etməsi üçün şansının olması oldu. Yəni tələbələr öz azad sözlərini və fikirlərini ifadə etmək üçün və öz təcrübələrindən digər tələbələrə də belə deyək, daha çox öyrətmək üçün şansları oldu. Və bu həqiqətən çox bizə kömək oldu. Çünki onlar öz tələbə baxış açılarından bizə daha çox məlumat verdilər. Mənim adım Kamran Hacıbeylidir. Mən Purdue Universitetdə kimyəvi mühəndislik tələbəsi kimi bitirmişəm bu illəri və indi University of California San Diego'da magistratur üzrə yenidən kimyəvi mühəndislikdə başlayacağam çalışmağa. Purdue Universitetdə 20-dən çox Azərbaycanlı tələbə, gənclər və bir Azərbaycanlı ailə var Westlife Fəaliyyət Community-sində. Onlar üçün biz balaca bir təşkilat yaratmışıq. Azərbaycan Student Assosiasiyası adlanır və biz bu təşkilat üzrə cürbəcür tədbirlər keçiririk. Mən Purdue Universitetdə Azərbaycan Komissiyasında prezident idim. İndi San Diego'ya keçib, orada bir təşkilat yaratmaq istəyirəm. Orada da Azərbaycanlıları yığıb, Azərbaycanlı təmsil eləmək istəyirəm. Mənim adım Cəvahir Abbasovadır. Mənim 24 yaşım var və hal-hazırda Amerikada, Kaliforniya ştatında işləyirəm. Silikon Vadisində Typeface adında bir startupda machine learning injinier olaraq çalışıram. Və bura gəlməmişdən əvvəl University of California San Diego'da magistr təhsilimi almışam Computer Science üzrə və bundan əvvəl də Almaniyada təhsil alıb orada işləmişəm. Mən çox məmnunam ki, bu il mən də burada iştirak etmək hüququ qazandım və bu tədbirin hamı üçün, buradakı bütün gənclər üçün çox faydalı olduğunu düşünürəm. Bizim şəbəkələşməyimiz üçün çox yaxşı töhfələr verir və mən hal-hazırda bugün 1-ci gündür tədbirin və bir çox insanlarla, öz işlərində ekspert olan bir çox insanlarla tanış olmuşam və bu məni çox məmnun eləyir. Gələcəkdə burada qurduğumuz connectionlar, burada qurduğumuz networking öz töhfəsini 100% verəcəyini düşünürəm. Çünki burada hər bir insan müəyyən təbəqələrdədir öz işlərində və düşünürəm ki, bu yeni başlayanlar üçün də çox yaxşı, xeyirli olacaq. Məsələn, mən hal-hazırda işləyirəm, düşünürəm ki, mən yeni başlayan, iş axtaran və ya tələb olan insanlara kömək edə bilərəm. Eyni şəkildə uzun illərdir ki, bu sahədə olan insanlar var ki, onlar da mənə kömək edə biləcəklər. Düşünürəm ki, biz bu şəkildə bir-birimizə qarşı
qarşılıqlı kömək edə bilərik və Azərbaycanın burada daha da belə deyək səsinin ucadan gəlməyinə kömək edə bilərik. Gələcəkdə Azərbaycan məktəbi yaratmaq düşüncəsi var. Azərbaycan radiosunu efirə buraxmaq. Yəni bu işdə də professional, enerji dolu gənclərə ehtiyacımız var. Biz də köhnə nəslin üzvləri olaraq onlara bir yol göstərmək istəyirik. Amerika-Azərbaycan gənclərinin ikinci forumunun elə ikinci günündəyik və bugün gənclərimiz həm yerli, həm də burada uzun illərdir fəaliyyət göstərən Azərbaycanlı mütəxəssislərdən təlimlər aldılar. Müxtəlif mövzularda fikir mübadilələri apardılar və indi isə zəka yarışında iştirak edirlər. Komandalar şəklində onlar məhz öz biliklərini müxtəlif mövzularda sınaqdan keçirirlər. Mən Ayhan Qarayev, New York ştatına bu tədbirə qatılıram. Özüm New York Universitetində təhsil alıram. Mən bu 100 forumda çox gözəl vaxtlar keçiririk. Əslində burada bizim həmfikir insanların bir araya toplaşmaq və burada networking imkanları yaranması əlbəttə ki, mənə də imkan yaradır ki, digər ştatlardan olan Azərbaycanlılarla birlikdə bura toplaşaraq fikir mübadiləsi aparaq və onlarla birlikdə burada bir müxtəlif məşğuliyyətlərlə məşğul ola bilək və bugünkü tədbirimizdə bizə aparılan treninqlər təkcə bizi məşğul şəbəkələşməklə bağlı deyil, əslində bizim karyera yolumuzda istiqamətləndirmək yolunda bizə dəstək göstərir. Mənim adım Könül Adıgözəlovadır. Mən University of Illinois Urbana-Champaign-dən qatılıram foruma. Bir-birindən dəyərli təlimlərə qatıldım. Mənim üçün ən dəyərli yeni tanıdığım insanlar oldu. Amerikada insan bəzən özünü yalnız hiss eləyə bilər, amma bir yerdə tanıdığım insanlarla əlaqəmi heç kəsməyi düşünmürəm. Mən Fərud Axundov, mən ikinci Amerikada yaşayan Azərbaycanlı gənclərin forumunda iştirak edirəm. Forumda lozunqa uyğun olaraq bugünkü gənclərin sabahın liderliyinə hazır etmək üçün daha çox seminarlar keçirilir, daha çox aktiv panel proqramları təşkil olunur və gənclər böyük maraqla burada iştirak edirlər və əminəm ki, bu panellər, bu forumlar davam etdikcə gənclərimiz iştirak edəcəklər. Leyla xanımın treninqi mənim üçün daha dəyərli oldu. Onun məsləhətləri, gündəlik elədiyim şeylərdə sadəcə olaraq fərqinə vara bilmirdim, amma indi daha çox fərqinə varası oldum. Elə bu yüzdən də məncə bu forum yaxşıdır, amma ümid eləyərək ki, gələn ildə belə forumlar olar və müraciət eləyərik. Düzdür, mən çox adam tanıyıram. Azərbaycanda kimya mühəndisləri üçün cəmiyyətin ilk yaradıcılarından biri mən olmuşam. Orada bacarırdım bu networking qurmağı, çünki orada tanıyırıq Azidir, Banımdır. Amma Amerikada bilmirik kimlər var, çünki bəzi uşaqlar bakalavrdan sonra, xaricdə oxub bakalavrdan sonra Amerikaya gəlir. O tədbir mənə kömək elədi ki, mən Turanı tanıdım ki, o da kimya mühəndisi eləyir burada. Biz tez-tez də konferanslara gedirik, konferanslarda da elə birimizlə tanış oluruq. Bu forumda çox önəmli oldu ki, bəzi tanımadığımız mühəndisləri tanıya bilək. Mən Səbinə Hüseynova, Wisconsin-Madison şəhərindən gəlirəm. İlk dəfədir bu forumda iştirak edirəm və bu forumun mənə qatdığı bir çox şey oldu. İlk öncə bir çox insan qazandırdı mənə, həqiqətən də çox yaxşı və fərqli ştatlardan insanları tanıdım. Bu tədbirdə çoxlu treninqlər oldu. Bunun üçün də ayrıca təşəkkür bildirirəm. Adım Yunus Kazımovdur. Miami şəhərində yaşayıram. Artıq 8 ildir ki, Amerikadayam. Bu tədbirin ikinci günüdür. Qatıldığım ilk gənclər forumudur. Bu 2 gündə biz Amerikanın fərqli ştatlarından gələn Azərbaycanlılarla tanış olduq. Top yerlərdə işləyən, Amerikanın ən yaxşı universitetlərində oxuyan gənc professionallarla tanışdıq. Şəbəkələşmə imkanımız oldu və eyni zamanda belə tədbirlərlə mədəni kimliyimizi qoruyub saxlaya bilirik. Mənim adım Turandır. Mən kimya mühəndisi tələbəsiyəm. Hal-hazırda doktorantura təhsil alıram. University of Utah'da, Amerikada. Artıq bir ildir mən təhsilimə başlamışam
Bundan əvvəl bakalavr təhsilimi Cənubi Koreyanın Kars Universitetində kimya mühəndisliyi və kimya fakültələrində almışam. Bundan öncə də Azərbaycanı həm beynəlxalq kimya olimpiadalarında, həm respublika olimpiadalarında təmsil etmişəm. Buradakı bütün məlumatları mən həm University of Utah-da oxuyan tələbələrlə bölüşmək fikrindəyəm. Bəlkə gələcəkdə yeni komandaların qurulması, yeni təşkilatların qurulmasını planlaşdırırıq. Mən Firuzə Hüseynova bu gün forumun ikinci günündəyik və Leyla Novruzovanın mentorluğu altında bu gün çox dəyərli məlumatlar əldə edirik. 4 aydır ki, mən Amerikaya köçmüşəm və öz təhsilimi mən Tibb Universitetində bitirmişəm və burada PhD, doktora dərəcəsi eləmək üçün Amerikaya gəlməkdə əsas məqsədim PhD-dir və belə gənclərlə tanış olmaq, kommunikasiya qurmaq, ümid edirəm ki, mən gələcəkdə yeni bir universitetdə təhsilə başlayanda mənim üçün çox kömək olacaq. Çünki həqiqətən də öz gənclərimiz, öz azərbaycanlılar və onların öz dəyərli fikirlərini mənimlə bölüşməsi mənim həyat yolumda və indi gedəcəyim, seçəcəyim bütün planlarda mənə çox kömək olacaq. Mənim adım Quliyev Orxan və mən Chicago şəhərindən qoşuluram. National Universitetinin Kompüter Elmlər Fakültəsinin 2-ci kursunu bitirmişəm. Bu mənim birinci dəfə idi ki, Gənclər Forumuna qoşuldum. Çox gözəl keçdi. Əslində düşünürəm ki, burada hər bir tələbə üçün burada iştirak etmək böyük bir qürur idi.